Bunu belə öyrənir. Dediği yerine köçürüşen hamımız. Paşayev var idi, Dilgər. O da Gürcü ilan var, bir şey bayağı Yaxşı, var, içinde, bizde köylülerin içinde, Gürcistanlı var. Yaxşı taraz ilan var. Dilgər Paşayev. Dilgam rəhmətə yedi. Allah rəhmət eləsin. Ya Allah. Yəni bu minaldır. Gürcü, bico. Bico deyirlər, qara çöplü. O bilirsən ətəri, o axır zamana ki bölük komandiri idi orada. Baş leytenant idi, bölük komandiri oldu və 4-cü bölüğün komandiri. Sonradan oldu ki, onda biraz xəstəliyimiz, ağciyərində problem yarandı. O ağciyərində problemlə təxris oldu. Qaynından Gürcistana işləyirdi, elə belə avtobuslar vardı. Gidib orada belə düşmüşdü Gürcistana. Elə bura gəlmək deyil. Vüqaqdan birisine razıyım. Mehmet Vüqaq yok idi, leytenant. Sonra getdik, Amacan brigada oldu, 777'nin Gəncədə. Gəncədə işim vardı, geldim Köpəyə, dedim ki İlqağın yanına gelmişim, kimdir, təqdim elədim özümü. Zəng geldi, sonra mənə dedi ki, yanında iclas var. Salamda o deyə satdım, başına çıxdı. İnsanlar razı olurdu. Nərgiz'in ne kadar nöşer olmadır? Nərgiz burada işləyirdi. Nərgiz yok değil bizde. Sonra getirdi, Moldovana ərə getdi. Bildim, ben onu tanıyıram. Ben prosto ilgiye buradakiler gelip haber veriyor. Ben fesile ekibim.